Ali sporlu bitkilərin nümayəndəsi mamır kimilər. Mamır kimilər təkamüldə kör şaxədir, yəni ondan növbəti nəsil inkişaf etməyib. Amma mamır kimilər özləri isə güman olunur ki, lövhə şəkilli yosunlardan inkişaf edib. Mamır kimilər özlərində 35 minə qədər növə əhatə edirlər. Mamırlar bataqlıqlarda, quru torpaqda, daşın üzərində, ağacın üzərində, kölgəli yerlərdə, rütubətli yerlərdə rast gəlinirlər. Çoxillik avtotrof orqanizmlərdir. 20-30 sm-ə çatan hündürlükləri olur. İlk dəfə mamırlarda toxuma və orqanlar əmələ gəlmişdir. Orqanlar, yəni gövdə və yarpaq, vegetativ orqanlar, gövdə və yarpaq əmələ gəlmişdir. Kök yoxdur, kök sistemi də yoxdur. Lakin bunu əvəz edən rizoidlər var. Rizoidlər vasitəsilə torpağa bərkiyib, oradan su və mineral maddələri özünə sovurur. Deməli, mamırçilərin nümayəndələri yaşıl quş mamırı və sfaqnum mamırıdır. Ən geniş yayılmış nümayəndə yaşıl quş mamırıdır. Deməli, bunların gövdəsi dik qalxır, budaqlanmır, üzərində ucu şiş, sıx yerləşmiş yarpaqlar olur və gövdənin dibindən dedik ki, rizoidlərin inkişaf edir ki, rizoidlərdə torpağa bərk edir. Yaşıl quş mamırı öz çəkisindən 4 dəfə çox su uda bilir və bunu bütün bədən səthi ilə edir. Yaşıl quş mamırı iki evli bitki, bir cinsli iki evli bitkidir. Yəni ki, dişi bitki və erkək bitki ayrıdır, lakin bunlar bir-birinə yaxın ərazidə yerləşirlər ki, mayalanma üçün əlverişli şərait olsun. Erkək bitkinin gövdəsinin yuxarı hissəsində yarpaqlar iri olur və bu hissədə anteridlər yerləşir ki, anteridlərdən də spermatozoidlər inkişaf edir. Dişi bitkinin yuxarı yarpaqlarının deməli gövdənin yuxarı hissəsində kolba formasında arxagoniya olur ki, arxagoniyadə də yumurta hüceyrə inkişaf edir. Yumurta hüceyrədə spermatozoid də inkişaf etdikdən sonra yağış mühitində, yəni su mühitində mayalanma gedir. Erkək qameti sıçrayaraq dişi qameti mayalandırır. Zigot əmələ gəlir. Zigotdan isə ayaqçığı olan qutucuq inkişaf edir. Deməli, bura qədər demək istədiyim, yetkin bitki, yəni yetkin yaşıl quş mamırı gametofit və yaxud da cinsi nəsildir. Çünki üzərində qametlər əmələ gələn nəsil gametofit nəsil adlanır. Yetkin quş mamırının da üzərində arxagoni və anteridi var ki, onlardan da qametlər inkişaf edir. Amma ayaqçığı olan qutucuq isə sporofit nəsildir. Çünki ondan sporlar inkişaf edir. İndi baxın, zigotdan ayaqçığı olan qutucuq inkişaf edirsə, zigot 2N'dir. Deməli, ayaqçığı olan qutucuq da 2N'dir, yəni diploiddir. Daha sonra onun daxilində hüceyrələr bölünüb sporlar əmələ gətirəcək. Sporlar isə haploiddir. Haploid də deməli, diploiddən haploidin əmələ gəlməsini biz meyozda görmüşük. Burada deməli meyoz yolla əmələ gələcək sporlar. Amma qametlər yetkin bitki də haploid olduğu üçün, qametlər də haploid olduğu üçün haploiddən haploidin əmələ gəlməsi mitoz bölünmə yolu ilə baş verir. Yəni, nə vaxt ki, qametlər mitoz yolla bölünür desə, onda siz mamır kimlərdə və qıcı kimlərdə bunu götürəcəksiniz. Bir də yosunların bəzi növlərində bunu götürəcəksiniz. Davam edirəm. Ayaqçıq olan qutucuq inkişaf elədi. Onun daxilindəki hüceyrələr meyoz yolla bölündü. Sporlar inkişaf etdi. Sporlar da deməli qutucuğun qapaqcığı açılandan sonra ətrafa yayılır külək vasitəsilə və əlverişli şəraitə düşən kimi cücərib, cücərəndən sonra protonema inkişaf edir. Protonema yaşıl sap şəklindədir və o böyüyüb şaxələnir, onun üzərində tumurcuq əmələ gəlir. Bu tumurcuqlardan isə gövdəsi və yarpağı olan yetkin mamır inkişaf edir. Görürsünüz, spor protonemaya başlanğıc verir. Haploiddirsə, spor haploiddirsə, protonema da haploiddir. Protonemada üzərində tumurcuq əmələ gəlir. Həmin tumurcuq da haploid olacaq. Həmin tumurcuq da başlanğıc verir yetkin bitkiyə. Deməli, haploid, yetkin bitki də haploiddir. Və mamırlarda cinsi və qeyri-cinsi nəsil növbələşir. Üstünlük təşkil edənsə cinsi nəsil, yəni gametofit nəsildir. Ayaqcığı olan qutucuğumuz konus vari formasındadır. Bunu da yadda saxlayaq. Daha sonra keçdik mamırların digər nümayəndəsi sfaqnum mamırı. Sfaqnum mamırı deməli torf mamırı da deyirlər buna. Sfaqnum sözünün mənası süngər deməkdir. Torf mamırı, ağ mamır və s. adlandırılır. Çünki bundan sfaqnum mamırından torf bataqlıqları inkişaf edir.
Çünki sfaqnum mamırının hüceyrələrlə yanaşı onun hüceyrələrin arasında iri hüceyrə arası boşluqlar var da. Həmin bu hüceyrə arası boşluqlar vasitəsilə o 20-25 dəfəyə qədər su uda bilir və su udduğuna görə də deməli o yayıldığı yerlər bataqlığa çevrilir. Sfaqnum mamırının gövdəsi uzun, zəif və çox budaqlıdır. Yaşıl quş mamırından fərqli olaraq yetkin sfaqnumda rizoidlər olmur və onun proteinemasında rizoidlər olur. Sfaqnum mamırının gövdə və yarpaqlarında fotosintez prosesini həyata keçirən iri hüceyrələr vardır. Buna görə də deməli onlar fotosintez etmə qabiliyyətini saxlayırlar. Daha sonra sfaqnum mamırı olan bataqlıqlarda çürümə prosesi zəif gedir və sfaqnum mamırı özü hər il 2-3 sm artsa da aşağı hissədən o məhv olur. Məhv olan hissələr torfa çevrilir də. Ona görə də onun boyu elə il boyu sabit qalır. Deməli bu sfaqnum mamırında da çoxalma cinsi və qeyri-cinsi nəslin növbələşməsi yolu ilə gedir. Burada da çoxalma, yəni yaşıl quş mamırında olduğu kimidir. Bunların deməli qutucuq, ayaqcığı olan qutucuq girdə formadadır. O birisində konusvari formasındaydı. Burada isə girdə formadadır. Və bunların yarpaqları pulcuq şəkillidir. Fərq ondadır ki, deməli o biri yaşıl quş mamırında ucu şiş idi, yarpaqlarım. Sfaqnum mamırında isə pulcuq şəkilli yarpaqlar var və sfaqnum mamırının axı biz deyirik onun deməli budaqlıdır gövdəsi. Ona görə də onlarda çoxlu qutucuq əmələ gələ bilər. Həmin çoxlu qutucuq bir bitkidə çoxlu qutucuğa rast gələ bilər, amma yaşıl quş mamırında isə bir dənə qutucuğa rast gəlirdi. Deməli bu torf çox qiymətli yanacaq növüdür. Ona görə də ondan üzvü gübrə kimi də istifadə edirlər, yanacaq kimi də istifadə edirlər. Həmin bu torf bataqlıqları Azərbaycanda Gədəbəy rayonunun ərazisində az miqdarda rast gəlinir, amma ən çox torf yatağı Rusiyada rast gəlinir. Sfaqnum yaşıl quş mamırından fərqli olaraq bir evli və yaxud da iki evli ola bilər.